Dostlar, namaste. Sizi Bali'dən salamlayıram. Bu günləri biz danışacağıq. Necə edək ki, uğurlu olaq? Necə edək ki, həyatı əlimizə alaq? Qorxular bizi idarə edir. Onlar bizi önə getməyə qoymur. Çünki biz uşaqlıqdan yaşadığımız travmalar əsasında qalırıq. Bugün nə etməliyik ki, o palçıqdan çıxaq? Yəni, eyni yerdə biz fırlanırıq. Heç bir nəticəyə gəlmirik və həyatımızdan ən önəmli illər keçir, bizim cavanlığımız keçir. Biz əlbəttə ki, hərəkətdə olmalıyıq. Sən çox düşünən olma. Çox düşünən insan, ümumiyyətcə Quranda da deyilir ki, çox düşünmək şeytandır, şeytan əməlidir. Sən çox düşünürsənsə, heç nə etmirsən. Bir düşün həyatda nə qədər addımlar olub ki, başqası o addımı atıb, okey, müzakirə olunub, amma nələrsə edib, önə gedib. Amma sən çox düşünmüsən, sən qalmısan eyni yerdə. İnandırım sizi, sizin savadınız, oxuduğunuz o universitet, orta məktəb, okey, sizə nələrdəsə xidmət edir, amma sizi mükəmməl insan etmir. Səni mükəmməl, uğurlu, bolluğu həyatına gətirən məhz önəmli amil odur, sənin həyata qarşı ürəklə yaşamağın. Çox düşünməyəcəksən, hərəkət edəcəksən. Valideynlərimiz öz uğursuz həyatlarını bizim üzərimizdə sanki trening edirlər və bizi uğurlu etmək istəyirlər. O mümkün olan şey deyil. Biz qorxmamalıyıq. Daş bir yerdə qalırsa, o gücdür. Amma əgər sən daşı götürüb atırsan, orada artıq enerji yaranır, hərəkət yaranır. O halda sən hansısa istiqamətə çata bilirsən. Yəni, bir yerdə qalan, çox düşünən olma. Evdə çox oturma. Evdə oturduğun halda səndə olan o travmalar başlayır, düşüncələr, mən uğursuzam, başqasında alınır, məndə alınmır. Sən başqası ilə mübarizə aparmamalısan, özünü başqası ilə müqayisə etməməlisən. Sən öz üzərində işlə. Belə bir söz var, mən dünənləri ağıllıydım, dünyanı dəyişmək istəyirdim. Mən bugünləri müdrikəm, özümü dəyişirəm. Bu çox gözəl sözdür, Rumi deyib bu sözü. Həqiqətən həyat elədir. Sən öz üzərində işləyirsən, sən özünü mükəmməlləşdirirsən. Qorxulardan azad ol, hərəkət edən ol. Elə adam var, gedir, misal üçün, qapını döyür, gözləyir. O qapını ona açacaqlar, açmayacaqlar. Elə adam da var, gəlir, qapını açır, girir içəri. Artıq o action'ı etdi, artıq daxil oldu və orada hadisələr baş verir. Yəni, ikinci sinif insandan ol. Heç nədən qorxma. Sənin qorxuların sənin beynində olan proqramlardır. Ümumiyyətcə, çalışmalısan qorxularının üzərinə gedəsən. Sənə heç nə olmayacaq. Bəzi hallarda biz qorxuruq. Çünki o travmaları yaşamaq istəmirik. Yenidən o hadisəni yaşamaq istəmirik. Amma eyni zamanda da anlayırıq, biz onu etməsək, önə getməyəcəyik, irəli getməyəcəyik, uğurlu olmayacağıq. Ona görə də mənim tövsiyəm odur, uğurlu olmaq üçün, zəngin olmaq üçün, həyatda bütün şansları, bütün varlıqları həyatına gətirmək üçün sən bu günləri hərəkətdə olmalısan, enerjili olmalısan, enerjini bədəndə qaldır. Həyata can at yaşamaq üçün. Baxın, təbiətdə olan bütün canlılar, onlar düşünmürlər. Onlar yalnız yaşayırlar, ani yaşayırlar. İnsan ani yaşayanda çox gözəldir. Çalış bu həddə çat. Yəni, təbiətdə bir tovuz quşu düşünmür, açsın gözəlliyini göstərsin və yaxud göstərməsin. Ürək istədiyi halda onu açır, göstərir. Yəni, hər bir canlı elədir. Tam olaraq, şuursuz olaraq öz həyatını yaşayırlar.
Bizim problemimiz biraz odur ki, biz şuurlu məxluqlarıq. Ona görə də çox düşünürük, çox analiz edirik, çox götür-qoy edirik. Alınar, alınmaz. Sən hardan bilirsən alınar, alınmaz? Əgər sən onu bu günləri etmirsənsə. Yalnız edəndə sən anlayırsan, nə düzgün alındı, nələrisə mən düzəliş etməliyəm və s. Ona görə çox düşünən olma, hərəkətli ol, canlı ol, enerjilərini aktivləşdir. Çünki biz bir dəfə dünyaya gəlirik və istəyirik bütün rəngləri hiss edək, bütün həyatın tərəflərini görək. Yağışa da düşməkdən qorxma, qara da düşməkdən qorxma. Bu səni güclü edəcək. Sən komfort zonandan çıxacaqsan. Eyni yerlərə getmə. İnsanlardan çəkinmə. Əksinə insanlara tərəf can at. Onların yanında ol. Uğurlu insanların yanında ol. Mənim tövsiyəm budur. Yəni mənim bugünkü gündə olan uğurum mənim belə yaşamağımdır. Mən bunu hardansa götürüb demirəm. Öz həyatımdakı praktikadan danışıram. Və bu çox önəmlidir. Çünki dəyərli məsləhətlərdir. Vaxtında mənə bu məsləhətləri heç kim verməyib. Mən bunu özüm başa düşmüşəm. Zaman keçdikcə insanlarla işləyə-işləyə, hərəkət edə-edə görmüşəm ki, məhz çıxış yolu budur. Ona görə də qorxularımızın üzərinə gedirik və heç nədən qorxmuruq. Özümüzdəki olan o əminlik səni həyatda qabağa aparır. Əmin olmadınsa, sən eyni yerdə qalacaqsan. İllər keçəcək. O məcazi desək, məhəllədən çıxan bir uşaq, elə uşaq var ki, o gedir böyük adam olur. Elə uşaq da var ki, o elə ömrünün axırına kimi o məhəllədə necə dünyaya gəlir, orada da qalır, inkişaf etmir, cahil olur, məlumatsız olur, onun bunun dalıcan danışır, onun bunun paxıllığını çəkir. Deyir ki, bax onda alındı, məndə alınmadı, o şanslıdır. O şanslı deyil. O sadəcə olaraq hərəkətlidir. Ona görə də şansı həyatına gətirib. Yəni şansı sənə bu günləri heç kim hədiyyə etmir. Sən özün həyatda şansı alacaqsan əlinə. Öz həyatını alacaqsan əlinə. Gününüz gözəl keçsin. Ümid edirəm məlumatlar faydalı oldu. Like qoyun, bəyənin. Məni də motivasiya edin ki, mən yenidən və yenidən sizə daha dəyərli məlumatlarla paylaşım. Namaste.